Əsas fakt budur. Məktəb kitablarına əsasən sual salınmayıb. Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bundan xəbər olmalıdır. Əziz abituriyentlər, valideynlər, Dövlət İmtahan Mərkəzindəki görüşümüz bitdi. Gəldik, danışdıq bütün suallarla bağlı. Qısaca qeyd edeyim ki, mədəniyyətlə bağlı sualı, Şah Abbasla bağlı sualı, tarix fənni üzrə gələn ekspert müəllimləri, Ruslan müəllim, Asif müəllim qəti olaraq dedilər ki, səhv sual deyil, bal verilməməlidir. Bundan başqa Natiq müəllim var idi, tarix müəllimi, odur ki, mən sonra fikrimi bildirəcəm. Murad Əliyev və Natiq, digər Natiq müəllim, hansı ki, canlıya çıxan ictimaiyə, onlar dedilər ki, biz daxili qərar verəcəyik. Yəni, hələlik heç bir suala bal falan verilməyib, yəni ulduz falan verilməsi düşünülmür. Amma ola bilər gün ərzində Dövlət İmtahan Mərkəzi hər hansı bir açıqlama eləsin. Biz əlimizdən gələn bütün şeylər eləməyə çalışdıq, müəllimlərlə paylaşdıq. Yəni müəyyən qədər faktlardan əsaslandırmağa çalışdıq. Əsas fakt budur. Məktəb kitablarına əsasən sual salınmayıb. Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bundan xəbər olmalıdır. Paylaşın, xəbəri olsun. Sağ olun.